Kəskin respirator virus infeksiyaları kəskin yoluxucu xəstəliklərin böyük bir qismini təşkil edir. Xəstəliyin yoluxma yolları sürətli olduğu üçün tez bir zamanda epidemiya və pandemiya ilə nəticələnə bilir. Ən çox bu əhali arasında həssas olan uşaqlar, yaşlılar və xronik xəstəlikləri olan insanlardır. Xəstəliyin gedişatında virusun rekombinant variantları ortalığa çıxdığı üçün xəstəlik tez bir zamanda epidemiyaya qədər gətirib çıxara bilir. Əhaliyə məsləhətimiz bir həkim olaraq nədən ibarətdir? Əhalinin çox sıx yerlərində olmaqdan yayının. Ən çox sıx yerlərdə tibbi maskalardan istifadə edin. Əllərinizi tez-tez yuyun. Əgər xəstəliyin ilkin əlamətlərinizi özünüzdə hiss etmisinizsə, ilkin əlamətlər nədən ibarətdir? İlk növbədə yüksək temperatur, boğazda qıcıqlanma, udqunma zamanı ağrı, burundan silik ifrazatı, asqırma, öskürmə halları, bəzi hallarda ağırlaşaraq gecə tərləmələri, əzələ və oynaqlarda ağrılar, baş ağrıları. Bu zaman tez bir zamanda həkimə müraciət etməyiniz məsləhət görülür. Çünki bu xəstəliyin gedişatında daha çox ağırlaşmalara rast gəldiyimiz kimi, bildiyimiz kimi pnevmoniya ilə nəticələnir, virus pnevmoniyası ilə. O yüzden xəstəliyin ağırlaşmalarını yayınmaq üçün tez bir zamanda həkimə müraciət etməyiniz məsləhət görülür.